Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Siz Azərbaycanın ilk internet televiziyası olan Kanal 13-ün efirində aktual proqramına baxırsınız. Sizinlə mən Aynur İmranovayam və həmişə kimi studiyamızın qonağı var, vəkil və Viza Hüquq firmasının təşkiçisi Aslan İsmailov. Xoş gəlmişsiniz. Bugünkü mövzumuz müxalifətin birləşməsi ilə bağlı son dövrlər aktuallaşan təkliflərlə bağlıdır. Bildiyimiz kimi bugün dövrü mətbuatda da müxalifətin birləşməsi ilə bağlı vəkillərin bir çağırışı və dəstək mesajları yer almışdı. Ona görə də bugün biz vəkil Qurban Məmmədovu və vəkil Aslan İsmailovu studiyamıza dəvət eləmişdik. Qurban müəllim gecikir, bəlkə veriliş əsnasında qatıla bilər, özün verilişə çatar. Aslan müəllim, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı sizin fikirləriniz önəmlidir əslində. Görüşlərinizi bizimlə paylaşa bilərsinizmi? Valla söhbət ondan getmir, mənim fikirlərim önəmlidir, amma mənim gördüyüm nədir? Bu günlərim deyək, hakimiyyət təmsilçilərinin elan etməsinə baxmayaraq ki, ölkədə stabillikdir, əmin-amanlıqdır, iqtisadi inkişafdır, bunların heç biri yoxdur. Əmin-amanlıq yoxdur ona görə ki, ən azı son bir ildə Quba hadisələri, İsmailli hadisələri, Bina hadisələri deyək, ölkənin Bakının özündə baş verən bir sıra digər hadisələr ondan göstərir ki, əmin-amanlıq olan yerdə bu cür zorakılıq hərəkətləri olmaz. Həm vətəndaşların, həm vətəndaşlara qarşı. İqtisadi inkişaf o da eyni cürdür. Ona görə ki, göstəricilər onu göstərir ki, bu dəqiqə Azərbaycan büdcəsi faktiki olaraq neft pullarına formalaşır. Yəni, sahibkarlıq sinifi ölkədə bir sinif olaraq məhv olub. İndi adını qoyduqları sahibkarlıq deyil, bu deyək, hakimiyyət təmsilçilərinə, məmurlara yaxın bir qrup oliqarxlardır, elə məmurların özləridir və onların ətrafıdır. Hansı ki, cürbəcür sahələri deyək, spişka dənəsindən tutmuş. Mən bu yaxınlarda bildim ki, sadəcə deyək, reklam şitinə qədər, şitin çubuğuna qədər, şitin panelinə qədər hamısı monopoliyadadır, yəni inhisardadır. Və dünya tarixi göstərir ki, inhisar olan yerdə heç bir iqtisadi inkişafdan ola bilməz. İqtisadi inkişaf ancaq azad rəqabət olan yerdə ola bilər. Qayıdıram yenə birinci hissəyə ki, məsələn, ölkədəki ictimai-siyasi vəziyyət çoxdandır, yəni 2010-cu ildə o parlament ki, formalaşdı. Onda da mən müraciət etmişdim hakimiyyətə ki, dövlətçilik məsuliyyətini, milli dəyərləri və reallıq hissini itirməyin. Mən elə bu günlərim üçü də var. Məsələn, dövlətçilik məsuliyyəti onunla bağlıdır ki, ölkədə verən bu cərəyan edən hadisələr bütün dünyada hüquq müdafiə təşkilatlarının hesabatında, dövlət departamentinin rəsmi statistika, hər yerdə bu özünü göstərir. Dünya Azərbaycana artıq bir diktator ölkəsi kimi baxır. Bu dövlətçiliyə böyük bir zərbədir. Yəni, bundan artıq zərbə vurmaq olmaz. Məsələn, ASTV götürüb Almaniya kimi nəhəng dövlətdən özdə deyək, erməni lobbisinin, diasporasının təsiri altında olmayan bir ölkədən düşmən obrazı düzəldir. Məsələn, mən Sumqayıt SSR-nin Süqutun başlanğıcı kitabının ingilis dilində təqdimatını keçirəndə 15 səfir gəlmişdi. Və o səfirlərin içində birinci gələn Alman səfiri idi. Həmin o Alman səfirinin həmin tədbirə gəlməsi, hərçənd ki, mən Azərbaycan məmurlarını da dəvət etmişdim, heç biri gəlmədi. O səfir suallarıyla, hər bir şeyinlə mən o səfirin Azərbaycan taleyi ilə maraqlandığını və Azərbaycan dövlətinə, millətinə biganə qalmadığını gördüm. Həssasiyyət göstərməsini gördüm. Amma bu günlərin Azərbaycan hakimiyyəti onu düşmən kimi qələmə verir. Bugün Azərbaycanın ASTV-si, hansına ki, bəlkə 1000 adam baxmır, gəl Almaniya haqqında ya Bakraboçi, Almaniya haqqında silsilə verilişlər verir ki, Almanlar acından ölür, iqtisadiyyat dağılıb, təhsilsizdir və ilaxır, mənim oğlum Almaniyada oxuyur, ona görə ki, təhsil pulsuzdur. Və Almaniyada bu oğlumun sözündən də bilirəm ki, insanın özünü göstərib, realizə etməsi üçün bütün şərait var. Yəni, bu günlərin 40 oxuyucusu olan Bakraboçi, 40 milyon oxucusu olan Spiegel qəzetinə qarşı gedir. Bu sadəcə gülməlidir. Gülməlidir, bəli. Bilirsiniz, o üzr istəyirəm, qarışqanın fillə davasını oxşuyur. Ondan başqa son hadisələr göstərir ki, artıq sən demə Amerikada bizə düşməndir. Yəni, bəyanatlar
Siyavuşların, mübarizlərin, fəzail ağamalların bəyanatları onu göstərir. Hansı onda uğurlu xarici Amma bəyanatlar ciddiyə alınırmı? Ya ictimaiyyət tərəfindən və ya qərb tərəfindən? Yox, indi ciddiyə alınmasa da... Biraz da özləri deyib, özləri işdirlər məsələsini. Yox, ciddiyə alınmasa da Azərbaycan hakimiyyətini təmsil edən bunlardır. Onlar nə sizə, nə mənə qulaq asıb dəyər vermirlər. Bu gün hakimiyyətdə olan onlar, dövləti təmsil edən onlardır. Və onların istənilən qeyri-ciddi açıqlamaları Azərbaycan üçün böyük bir ləkədir və dövlətçiliyə böyük bir zərbədir. Yadınızdadırsa da bu yaxınlarda Əli Həsənov çıxışında demişdi ki, biz müxalif fikirlərə, müxalifətlərə qarşı elə şərait yaratmalıyıq ki, onlara nifrət aşılansın. O, Dövlət Departamentinin hesabatına da düşdü. Və bununla bağlı Rəbiyyət Aslanova bu günlərdə çıxış eləyəndə o göstərdi ki, mən əvvəlcə dedi ki, mən inanmıram ki, belə bir deyək, Əli müəllimin belə bir çıxışı ola. Sonra göstərdi ki, ola bilsin Əli müəllim deyib, onda biraz emosional olub. Yəni, biraz onun buraxdığı o göbut səhvi, o anlaqsız deyək, aşılamanı, yəni başa düşülməyən, bu quldarlıq dövründə olan bir fikri Rəbiyyət xanım istədi malalıya. Amma Əli Həsənov ondan sonra çıxış elədi, dedi ki, mən deyirəm, fikrimdə dururam və yenə təsdiq edirəm. Yəni bundan bu adam isə Azərbaycanda ideoloji sahənin rəhbəridir. Yəni bundan dəhşətli nə ola bilər? Hansı deyə inkişafdan danışmaq olar? Razıyam sizinlə. Üzr istəyirəm Aslan müəllim. Biz əvvəldən də demişdik tamaşaçılarımıza ki, vəkil Qurban Məmmədov bizə qoşulacaq. Qurban müəllim gecikmişdi biraz. Buyurun. Mən önəmlidir məsələsini məhz ona görə dedim. Əgər bu günlərim Azərbaycanın tanınmış vəkilləri yığışıb birliklə bağlı bir mesaj verirlərsə, deməli ölkədə həm hakimiyyət dəyişikliyi baxımından, ümumi vəziyyət baxımından bir dəyişikliyə ehtiyac duyurlar. Ona görə önəmlidir. Yəni necə görmək istəyirsiniz bu birliyi? Ona görə sual verin. Yəni bu barədə o vəkillərin müraciəti elə bir fikir yaranmasın ki, vəkillər yığışıblar və bu barədə müraciət qəbul ediblər, əslində elə deyil. Orada hərə öz fikrini səsləndirir. Ayrı-ayrı. Amma ayrı-ayrı. Amma olanı, realı odur ki, bu ayrı-ayrı səslənən fikirlər hamısı üst-üstə düşübdür ki, bəli, müxalifət cərgəsində birlik olmalıdır. Mənim buna baxışım biraz daha genişdir ki, birlik nə üçün lazımdır? Birlik ona görə lazım deyil ki, bu hakimiyyəti devirib hakimiyyətə gəlmək. Birlik ona görə lazımdır ki, Azərbaycanda deyək bu güclü, inzibati resurslardan deyək vətəndaşını əzmək üçün formalaşmış hakimiyyətə qarşı bir deyək müqavimət göstərəcək bir qüvvə olmalıdır. Bir o qüvvə yoxdur. Ona görə ki, müxalif cərgəsində olan, eyni ideya daşıyıcısı olan deyək, Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, bunlar eyni deyək, klassik Xalq Cəbhəsi Partiyası, bunlar eyni ideologiyanın daşıyıcısıdır. Hamısı da deyir ki, biz Məmməd Əmin Rəsulzadə, Elçibəy yolundan gedirik. Amma bunların əgər mətbuatı izləsəz, deyək, son bir ili polemikalarına baxsaz, mən daha çox bunların bir-birindən mübarizəsini görürəm, nəinki hakimiyyətlə. Ona görə ondan başqa deyək, digər qurumlar, istənilən qurum, ona görə ki, bütün bu birləşmə indi çox qurumların adı çəkilir. O qurumların heç bir Azərbaycan deyək, siyasi həyatında elə bir real deyək, gücə malik və real rol oynayan deyil. Bu sizin subyektiv fikriniz. Bu mənim öz fikrimdir. Amma hesab edirəm, Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat Partiyası birləşərsə, bunların ətrafında ümumiyyətlə deyək, siyasətə aidiyyəti olmayan, o deyək, xırda siyasi partiyaları nəzərdə tutmuram. Əhalinin 90%-nin siyasətə aidiyyəti yoxdur və siyasətə getmirlər. Bir inamsızlıq var. Artıq ictimai siyasi prosesləri laqeyə etdilər. Bəli, həmin o 90%-in içində əhalinin, bu günlərim siyasətdən kənarda duranın 90%-in içində 100 minlərlə insan bu birliyə dəstək olar. Və bu birlik dəstək ona görə lazımdır ki, məmur bir şey bilmək lazımdır ki, dünyanın hər yerində məmur qanunu pozmağa can atar, oğurlamağa can atar. Əlbəttə ki, Azərbaycan məmurları kimi yox. Amma dünyada məmurların qanunsuzluğunun qarşısını alan müqavimət olur. Yəni, güclü müxalifət olur. Onlar bilir ki, əgər hər hansı addım atarlarsa da müxalifət güclənər, səslərdən istifadə edib, bunları devirib hakimiyyətə gələr. Azərbaycanın isə ən böyük bəlası ondan ibarətdir ki,
Mən Azərbaycanda 89-cu ildən gəlmişəm, yaşayıram. Mən sizə səmimi deyirəm, mən bilirəm indi Qurban bəy, ola bilsin digər mənim deyək əqidə yoldaşlarım, deyək peşə dostlarım, həmkarlarım ola bilsin razılaşmaz. Amma mən sizə səmimi deyirəm ki, Azərbaycanın mən gördüyüm 24 ilində mən Azərbaycanın heç bir sahəsinə ədalətli, qərəzsiz, dürüst seçki görməmişəm. Və bütün bəlalarımız da buradan başlayır. Təşəkkür edirəm. Kimsə o inanırdı. Mən 2010-cu il seçkilərində mənim dostum və qardaşım Aslan İsmailov hamən dedim, mənə qulaq asma, inanırdı ki, yox, İlham Əliyev söz verib, qanun seçki olacaqdır və mən qalib gələcəyəm. Baxmayaraq ki, Aslan İsmailovun qalib gəlmə şansı hamıdan yüksək idi. O qalib gəlmişdi, amma mandatı verildi başqasına. Mən təşəkkür edirəm Aslan müəllimə cavab üçün. Qurban müəllimin də fikirlərini alaq. Qurban müəllim 2013-cü il çox hərəkətli başladı. Gəlmiş o qulaq Aslan müəllimə. Yox, siz əksinə bu sahədə məndən həm peşəkarsınız, həm də siz bu xalq hərəkatının öncüllərindən, birincilərindən olubdur. Mənim isə bu sahəyə aidiyyətim bir vətəndaş kimi olubdur. Siz isə bu hadisələrin içində olubdur. Mən sualını verim, Qurban müəllim onu cavablasın mümkünsə. 2013-cü il seçki ilidir və 3-cü dəfə İlham Əliyevin seçkilərə getməsi gözlənilir. Təbii ki, dünya tərəfindən, qərb tərəfindən və ictimaiyyət tərəfindən, Azərbaycan ictimaiyyət tərəfindən nə qədər etirazla qarşılansa da və çox hərəkətli başladı. Ümumiyyətlə, bugün ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz ölkədə? Aslan bəyəxbəyət etdiyi kimi, sizin özünüzün də qeyd etdiyiniz kimi, millətin də hamını müşahidə etdiyi kimi, keçən seçkilərdəki rəqəmlərin də sübut etdiyi kimi, 85% bizim əhali tam laqeyd seyirci mövqeyindədir. 85% Azərbaycanlı öz dövlətinin taleyinə sahib çıxmır. Bunda müxalifətin müstəsna rolu var. Rejim aydındır. Bu rejim bəlkə biraz seçkilərə inamsızlıqdandır Qurban müəllim. İcazə verin bir şey deyim daha. Bu rejimin mahiyyəti hamıya məlumdur. Bəli. Xislət hamıya məlumdur. Bunun xalqına qarşı düşmən mövqeyi də hamıya məlumdur. Məlumdur ki, bu seçki tərəfdarı deyil, seçki saxtalaşdırır, xalqın ruhdan salınması üçün 3 nöqtə qoyum, yada salım. Allah rəhmət eləsin Heydər Əliyevə, öyle bu haqq dünyasındadır. Heydər Əliyevin məşhur bir sözü Aslan İsmailovun huşunasın yadından çıxa bilməz. Canlı efidə 2000 səhv bilmədim, sənəcil idi o, 98-də nə vaxt idi, mən onda həbsxanadaydım. Heydər Əliyev prezident, xalqı seçkiyə təşviq etmək əvəzinə, çağırmaq əvəzinə dedi ki, bu cəmaatın hüququdur, istəyən gedə, istəyən getməz. Məcbur eləmək olmaz, fikir verin. Bir ölkə başçısı xalqı çağırmaq əvəzinə gedir seçkiyə, hətta qanuniyyəcilik səviyyəsində seçki hüququnu reallaşdırmayan adamların cərimələnməsi vacib olduğu halda. Mən şəxsən bunun tərəfdarıyam ki, hər bir vətəndaş seçkiyə getmək vəzifəsi daşımağına hüquq deyil. Səs hüququndan istifadə eləsin, məcburi şəkildə. Biz imkan verməməliyik ki, bu millətin hələlik elə bir mərhələsidir ki, könüllü bir çox şey eləmək iqtidarlı deyil, istənli deyil. Mütləq cərimələnməlidir, niyə? Çünki dövlətin taliyinə sahib çıxmaq bizim həm də vətəndaşlıq vəzifəmizdir. Heydər dedi ki, bunları ki, kimsə getsin, getməsin. Amma Biden'dır. Azərbaycan müxalifətinin dedi müstəsna rolu var. Niyə? Çünki 2003-cü ildə yadda gəlirsə, Azərbaycan müxalifətinin birləşmə problemi Etibar Məmmədov İsa Qəmbər problemi idi. Hamı bilirdi ki, Azərbaycan müxalifətində bu iki şəxsiyyət Milli Azadlıq Hərəkatının ilk günlərindən hərəkatdadılar, təşkilatçıdırlar, rəhbərdirlər, liderdirlər və İctimai Şura lider kimi pərtimləniblər. Və bunların o şəxsi münasibətlərinin pisliyinə görə birləşə bilmirdilər. Biz o vaxtda bir çox ziyalar orada cəlb eləməklə o birliyə nail olduq. Etibar bəy, Allah canını sağ eləsin, axırda son məqamda geri götürdü namizədliyini və belə bir şərtlə bölgü təşkil edir hörmətli İsa Qəmbərə. Falan sarayətlərlə baş nazir stolun üstündədir, falan sarayətlərlə də prezident vəzifəsi. Və təklif birinci İsa Qəmbərə olundu ki, İsa bəy, buyurun, hansınızı götürsəz, qərarı mənə qəbuldur. Bu Etibar Məmmədovun o vaxt tədbiq etdiyi, təklif etdiyi metoduydu. Mən bu iştirakçı olmuşam Əli Kərimlə bir yerdə. O vaxt prezidenti götürdü İsa Qəmbər, baş nazir müəyyən sarayətlərlə. Gecə saat 1-ə səhv eləmə 20 dəqiqə işlənmiş, bu iki liderin arasında danışıq oldu.
bu xəbər yayıldı bütün Azərbaycana, mənə tutan məlumatlara görə uzaq dağ kəndlərindən sevincindən ağlayan ağsaqqallar oldu ilə ağır birləşdilər. Təəssüf ki, saat 11-də xəbər yayıldı ki, səndən bir gecə saat 4-də hörmətli İsa Qəmbərlə Rəsul Quliyev danışıblar, Etibar Məmmədovla əldə olunan danışıqlar pozulur. Bununla da müxalifətin birləşə bilməməyi haqqında mif bir daha pərçimləndi insanların şuuruna və apatik bir vəziyyət yarandı ölkədə. Əhali düşdü depressiv vəziyyətə, inamsızlıq və girdabına giriftar oldu və deyək. Ona görə də seyirci mövqe tutdu. İndi şans yaranır. Amma bu birləşməklə bağlı danışmadan öncə mən sual vermək istəyirəm. Niyə birləşməliyik biz? Ümumiyyətlə, müxalifət niyə birləşməlidir ki? Nəinki müxalifət? Niyə məsələn qonşular birləşməlidir lazım gələndə? Niyə millət, bütöv millət olaraq birləşməlidir Şarl de Gaulle'un vaxtında Fransızlar kimi? Niyə? Qarşıda duran vəzifə tək başına, qrup halında həll edilməsi mümkün olmayanda insanlar birləşməyə məcburdurlar. Bu obyektiv qanuna uyğunluqdur, təbii bir istəkdir. Amma burada bir baş verir Azərbaycanın əslində. Ay girib kəndə, sökü dağıdır ölkəni. Kəndi yeyir balalarımızı, tapdarır ay. Aslan İsmail, hay say, ey hara, gəlin köməyə birləşə, ayını öldürək, ayını qovaq. Aslan bəyə təşvir edirlər ki, Aslan bəy yox, gəl əvvəl kəndin bələdiyyəsinin sədrini seçək və mənə əvvəl bələdiyyə sədri qəbul elə, sonra baxarıq ayına. Özünüz dediyiniz şəraitdə xalqı qınamağa dəyərmi o etimad itirliyinə görə? Mən xalq qınayacam mən xalq qınayıram. Niyə? Çünki xalq tutub bizim kimi müxalifətin boğazından boğmur ki, sən kimsən bu xalqın taliyi sənə girov verilib, sən başa düşmədin bu dədəmin bancına qoymuşsan bu xalqın taliyi, sən kimsən ki? Kimdir müxalifət? Müxalifət, Rus sonu nəzəriyyəsi var. Müqavilə nəzəriyyəsi. Dövlət idarə etməklə bağlı bir Fransız mütəfəkkiridir. Onun o nəzəriyyənin qısa mahiyyəti budur ki, adamlar birləşirlər, bir müqavilə bağlayırlar, öz aralarından müəyyən adamlar seçirlər ki, bizi idarə edilər. Bu idarə edən adamların bir tərəfi iqtidardır, bir tərəfi müxalifət. Xalq öz hüquqlarının müəyyən hissəsini təmsil etmək üçün verir müxalifətə. Müxalifət vəzifə daşıyır. Bu məsələdə hüquq söhbəti yoxdur. O vəzifə daşıyır. O vəzifəni icra edilmirsə müxalifət geri çəkilməlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan müxalifətinin liderləri çox məsuliyyətsiz davranırlar, çox məsuliyyətli davranırlar. Buna axır baş cavab vermək lazım gələcək. Çünki ölkə bərbad vəziyyətdədir. Amma mən bayaq sual edib, niyə biz birləşməliyik? Seçkidə qalib gəlmək söyləmi? Rejimi dəyişmək söyləmi? Amma başqa bir sual vermək istəyirəm. Əgər Məhəmmədi ilə Zofrədə boksa başlamamışdan öncə Zofrədə bilsəydi ki, hakim olsa satqındır, Məhəmməd Əlinin xeyrinə onsuz da qərar veriləcək, çıxardı mı Tatabi, döyüşə çıxardı mı? Aslında çıxarsınız, siz bilə ki, məndən güləşin, məndən gülürsünüz, məni yıxacaqsınız. Amma hakim satqındır, artıq pulla ələ alınıbdır və mənim xeyrimə düdük çalacaq, siz məni çıxarsınız güləşə. Başında ağlı olan hansı kişi hərəkət eləyər? Mən bilə ki, məni məğlub eləyəcəklər. Azərbaycanda normal seçki mühiti yoxdur. Normal keçirmə fikri yoxdur bu rejimin. Ona görə də ilk növbədə normal seçki mühiti yaratmaq uğrunda ümumilli mübarizəyə başlamaq lazımdır. Bunun üçün vahid prezidentlə namizəd seçməyə ehtiyac yoxdur. Amma hələ ki, heç bu məsələ aktual deyil. Vahid namizəd daha aktualdır. Bu, hakimiyyət tərəfindən idarə olunan adamlar. Mən sizə açıq deyirəm. Kim ki, bugün Azərbaycanda seçkiyə getməli indiki şəraitdə vazifəni vurğuluyur, seçki çağırır. Kim ki, indiki şəraitdə müxalifətin vahid namizədinin seçilməsini tələb edib, bilin ki, hakimiyyətin mətbəxindən gələn sifarişləri yerinə edilir. Bu bir mənalıdır. Çünki bunu başa düşmək üçün nə Aslan İsmailova kimi məşhur hüquqşünas olmaq lazımdır, nə Qurban Məmmədov kimi sadə vətəndaş olmaq lazımdır. Normal anadan doğulanda ağla malik olmaq kifayətdir. Son neçə illərdir Azərbaycanda seçki keçirilmir. Seçki adı altında bir oyunbazlıq, bir cinayət əməli icra olunur. Ödə çox böyük cinayət əməlidir bu. Siz fikir verin. Çox gözəl ki, burada Aslan müəllimlə biz yan-yanayıq. Cinayət məcəlləsinin ən yüngül bilirsiniz cəzalar həm də hansı əməllərə görə nəzər tutulubdur. Seçki saxtalaşdırmaqla bağlı. Qanunsuz qətdən hökm çıxarmaqla bağlı. Amma və bunların da maraqlı başqa bir şeydir. 98-ci ildə bəndəniz həbs olunanda o vaxtı o yalan güya bilə-bilə məlumat verməyə görə maddələri mənə görə amnistiyadan çıxardırırlar. Mənə görə yalı yetim 34 mərtə həbsdə yatdı axıra qədər. Amma seçkini saxtalaşdırmaq, qanunsuz bilə-bilə qətləmə və qərar qəbul etməklə bağlı bütün maddələr baxın, hər il düşür amnistiya.
Ona görə də bəzi adamlar, mən burada üzr istəyirəm, atam mənim müəllim olub 55 ili. Mən bütün Azərbaycan müəllimlərinin namuslarını üzr istəyirəm. Azərbaycanın bir müəllimlər sürüsü var. Azərbaycanda bir həkimlər sürüsü var ki, seçidən seçkiyə, kimdir çomağa əlinə, bunlar hoy qatır məntəqələrə, bu Aslan İsmailov kimi hüquqşünasların hüquqlarını pozurlar. Saxtalaşdırırlar, sifarişlə kimə deyirlər, onun da adına xal yazırlar, bal yazırlar, səs yazırlar. Ona görə də Azərbaycan müxalifəti, Azərbaycanda normal seçki mühitinin yaradılması uğrunda ümumxalq, ümummilli mübarizəsini təşkil etmək üçün bir araya gəlməlidir. Ən güclü təşkilat hansıdır? Ən ictimai rəydə qabaqda edən rəy lider hansıdır? Onun da ətrafında bugün birləşmək lazımdır. Ola bilsin ki, o liderin ətrafında mübarizə aparıb, normal şərait yaradaq, amma prezidentdə namizəd inanın başqa adam olsun. Ola bilər, tam üçüncü şəxs ola bilər. Hətta normal şərait olanda mənim hörmətli əziz dostum və qardaşım Aslan İsmailov namizədliyimi verib, inanın məndən normal kampaniyada bugün Azərbaycan müxalifətinin istənilən lider ola bilər. Bu bir normal vəziyyət yaratmaq lazımdır ölkədə. Yəni seçki normal seçki olsa hər kəs namizədliyindən çıxış eləyə bilər, amma normal seçki yoxdur. Əsas problem bundadır. Bu günləri Azərbaycan müxalifətində bəzi qüvvələr var ki, hakimiyyət tərəfindən zorla bu xalq istilafatında bu qanunsuz seçkidə iştirak eləməyə və argumentlər ilə biz söz deməyə tribün axtarırıq, tapmalıyıq. Gör, demokratikləşdirmək üçün belə bir şərait lazımdır, partiyaların vəzifəsi seçkidə iştirak eləməkdir və s. Xeyr əzizim, elə şey yoxdur. Batan gəmini onu içində otura-otura xilas edə bilməzsən. Kənardan bir link lazımdır ki, onu qaldırasan. Oturubsan sən bu cinayətkarlıq qrupun içərisində bilə-bilə ki, seçki əvvəlcədən artıq elan olunub, bütün parlament seçkiləri kimi, bu günə qədər olan referendum kimi. Sən bunu bilə-bilə seçkiyə getməkdə məqsəd nədir? Heç yadımdan çıxmır, bir də mən bir sual mühümüşdüm müxalifət nümayəndəsinə. Dedim, bəs siz utanmırsınız, bu hərəkət edirsiniz. Dedi, biz gedirik Avropada, Avropa Şurasında, orada deyək ki, Azərbaycanda parlament qanunsuz seçilib. Dedim, ay yoldaş, o İngiliz, Fransız sənki kimi başına xarab deyil. Ona desən ki, qanunsuz seçilib, sənə sual verəcək, bəs sən kimi təmsil edirsən? Sən hardan gəlmirsən? Sən hansı parlamentin nümayəndəsi bir daha çıxdın mənim qabağıma? Bu qədər adamlar dolmaq olmaz. Azərbaycan siyasətində bəzi adamlar özlərini bilmirəm, həddən artıq ağıllı ya gicdirlər, həqiqi mənada. Ya da o qədər özləri ağıllı hesab edirlər ki, Azərbaycan xalqını jünni olsa qoyun hesab edirlər. Yox, qəbul edirəm ki, Azərbaycan siyasətində təsadüf adamlar çoxdur. Aslan mən Qurban bəyin bir neçə fikri ilə bağlı yəni siz müdaxilə eləyə bilərsiniz. Maşallah, qaynar danışır. Maraqlı olduğuna görə mən müdaxilə eləmədim və həm də mənim fikirlərimlə üst-üstə düşdü. Bu günlərim, deyək, mən Azərbaycan, sıradan bir Azərbaycan vətəndaşı kimi bu hakimiyyətin əleyhinə çıxış eləyirəm, tənqid eləyirəm. Niyə? Ona görə ki, hesab edirəm ki, 15 il, 18 il, 10 il bir nazir bir vəzifədə ola bilməz. Bir partiya hakimiyyəti qəsb edə bilməz. Yəni, bu dəyişiklik olmalıdır. Bir şəxs 2 dəfədən artıq lider ola bilməz. Prezident seçilə bilməz. Bəli. Və bu günlərin çoxları kimi mən də Heydər Əliyevdən sonra İlham Əliyevin gəlməyinə əgər o dövr məndən soruşsa razı olmazdım. Ona görə yox ki, mən onda İlham Əliyevi tanımırdım və tanıdığım qədər də münasibətim çox müsbət idi. Mən deyərdim ki, yox, ona görə ki, bir dəyişiklik olmalıdır, bir ab-hava olmalıdır. Ona görə ki, su qədər saf bir şey də şüşə qabda da duranda, çox duranda ilənir. İlənir, bəli. Yaxşı, bu hakimiyyəti mən ittiham edirəm və dəlillərimi də dedim. Həmin onu deyəndə, bu hakimiyyətin çox nümayəndələrinlə mən üz-üzə oturub fikir mübadiləsi aparırdım 2010-a qədər. Yəni, mövqeyimi tam sərtləşdirənə qədər. Bunlar mənə deyir ki, sən nə istəyirsən? Bax, müxalifətdə kimdir? Mən qalırdım cavabsız. Müxalifətdə yenə son 20 ili bizim gördüyümüz eyni adamlardır. Eyni adamlar partiya sədrləri, eyni adamlar özdə partiya sədrləri o cür formalaşıbdır ki, həqiqətən. Məsələn, deyək, o partiyanın üst qurumunda o lideri əvəz edəcək adam görmürsən. Bəli. Yəni, onları oraya artıq buraxmırlar. Biraz da şəxsiyyətə pərəstiş yaranır. Müxalifətdə də eləyirlər. Eyni zəviyyətdə yaşayır. İqtidarda əxlaqsır. Məsələn, iqtidarda ki, necə? İnikasıdır, hakimiyyətin inikasıdır müxalifət. İqtidarda da ki, necə, məsələn, Heydər Əliyev dönəmindədir. Heydər Əliyev istəyib, istəməməkdən asılı olmayaraq, siyasətdə nəhəng bir adam idi. Amma bir nəfər
Məsələn, ətrafda güclü şəxsiyyət yox idi. Amma etiraf edək ki, bu nəhəng özünün bütün qabiliyyətini Azərbaycanı batırmağa, bəli, pozulmasına yönəltdi. Siyasi saxtalaşdığı cilalanmasına yönəltdi. Azərbaycanda rüşvət, korrupsiya sisteminin yaranmasına yönəltdi. Mən sizlə mübahisə etmirəm. Yəni mən prinsip olaraq onu dedim ki, və bu hakimiyyətdə və hətta nəinki deyək, özdə hələ Monitor jurnalının mən təsisçisi olanda rəhmətli Elmar Hüseynovla bir vaxt belə bir məqalə ilə çıxış eləmişdik ki, bugünkü Azərbaycan hakimiyyəti dövründə, bu təxminən səhv etmirəmsə 2000-ci ildə olmuşdu. Bugünkü Azərbaycan hakimiyyətində vəziyyəyə getmək istəyirsənsə da, hökmən hər bir vətəndaş şəxsi işini aparır, qoyur Ramiz Mehdievin qarşısına. Yaxud İlham Əliyevin, o dövrdə rəhmətli Heydər Əliyevin. Onlar şəxsi işi vərəqləyirlər. Əgər o şəxsi işdə sizin bacarıqlı, çox müsbət keyfiyyətli, əqidəli, əxlaqlı, vətəni, milləti sevən adam kimi xarakterizə olunursunuzsa da, sizin vəsvə tutmaq şansınız sıfırdır. Yoxdur. Hətta. Yox. Əgər bu şəxsi işdə sizin cinayətləriniz, şəxsi mənfi keyfiyyətləriniz nə qədər çox olarsa, tutacağınız vəzifə o qədər yüksəkdir. Ona görə ki, mən, elə Qurban bəy özü də, bu gün Azərbaycan hakimiyyətində təmsil olanların bir çoxunu keçmişinə tanışıyıq. Bu günlərim onların o ədəbazlığını görürük. Bu birinci tərəfi. İkinci, Qurban bəy bayaqlarım o seçki hüququ ilə bağlı ki, vətəndaşlar məcbur edilməlidir. Mən istəyirəm ki, bizim vətəndaşlar Qurban bəyi, elə də ki, indi mən onu müdafiə edəcəm, məni bir antidemokratiklikdə ittiham etməsinlər. Niyə? Ona görə ki, istənilən halda ölkəni inkişafa aparan ölkənin 100% əhalisi olmur. Ölkənin az bir qismi olur, təxminən 1%. 1-2% arasıdır. Ona görə bəzən məqamlarda elə olur ki, insanları nəyəsə alışdırmaq üçün, istifadə etmək üçün. Məsələn, bugünün özündə bir çox Avropa ölkələrində də var ki, seçkiyə getmirsənsə cərimələnirsən. O ciddi cərimədir. Hesab edirəm ki, olmalıdır Azərbaycan. Mütləq. Və bu ola bilsin, sabahlarım deyək, 3-5 seçkidən sonra bizdə o seçki mədəniyyəti formalaşandan sonra bəlkə bunu ləğv oluna bilər. Yəni, hansısa bir keçici vaxt üçün. Müəllimlər məsələsinə. Mən əlbəttə ki, Qurban bəylə qismən razıyam ki, bəli, bütün bu saxtakarlıqlar... Həmin müəllimlər, mən görmüşəm dostumun seçkili saxtalaşlarında ya. Mənim üzümə... Müəllimə, qadınlar. Yox, icazə verin, o məsələdə mən də sizlə razılaşmayayım. Ona görə ki, insanlar bəzən təzyiqin qarşısında dayana bilmirlər. Bir dəqiqə qoy, mən indi bu fikrimi çeyirim, sonra da... O fikrinə bağlı sözümü deyəcəm. Yəni, Qurban bəy dediyi həqiqətdir. Bu seçkiləri hakimiyyət saxtalaşdırır 90% müəllimlərin və həkimlərin əli ilə. Bu aksiyomadır özdə. Mən yenə Qurban bəyin yadında da seçki gecəsi baş verənlərlə bağlı bir emosional şəkildə bir müraciət ünvanlamışdım. Bilməm, Qurban bəyin yadında deyə yox. Deyək, iqtidara, müxalifətə və xalqıma müraciətim. Gözəl bir müraciət. Mən orada bir şey qeyd eləmişdim ki, mən Azərbaycan xanımının seçkilərdə etdiklərini gördüyündən dəhşətə gəlmişim. Bunun üçün ki, Qurban bəy bilir, cavan gəlinlər, müəllimələr çıxdım üstünə də mən üzrüzə dururdu. Az qalırdı şərliyə. Mən çıxdım üstünə ki, deməli, protokola saxtalaşdırırlar və qadın indi fəxrən danışır ki, biz mən necə cavab edim Aslan? Aslan İsmail gəlib özü məntəqiyə, Aslan bəy təhqir edib və o fəxrən danışırdı ki, biz necə cavab edim? Mən də işte qudallan qulaq asıram, dönəndə ki, mənəm, güldü mənim üzümə, utamız gülürsən. Həmin o epizodda mən bunun saxtakarlığını görüb yaxınlaşdım ki, axı siz müəlliməsiz. Bunu eləmək olmaz. Bu başladı məni elə şərməməyə, elə təhqirə ki, mən abrımdan, utandığımdan, ondan öncə başqa müəllimlər elə təhqir ifadələr işlətdi. Mən abrımdan başıma salıb oradan qaçdım. Amma burada nə var Qurban bəy? Burada ümumiyyətlə Azərbaycanın son 20 il hakimiyyətin seçdiyi bir yol var ki, o yol bu millət üçün ən təhlükəli yoldur. Yəni, bu milləti inanmıram ki,
qılıncla doğrayıb nəyəsə da deyək, çəkindirəydin. Bu milləti döyməklə eləyəydin. Yəni, həqiqətən Azərbaycan xalqı doğrudan güclü xalqdır. Ona görə ki, əgər Azərbaycana olan baskıları, ruslaşmanı, vaxtilə farslaşmanı, digər çox şeylər götürsən, Azərbaycan adlı xalq və Azərbaycanda yaşayan xalqlar mövcud olmamalıydı. Məsələn, bizim dil, yəni indi bugünkü Türkiyə, Osmanlı Türkiyəsi dediyimiz dildən türkçəsi səlisdir. Bu qədər güclü millətdir. Amma bunun bir zəif yeri var və bunu da hakimiyyət nümayəndələri son 20 ildir istismar edirlər. Və bu da bilirsiniz, o deyər arxadan badalaq vurmaq, yaxud da ki, o kişilərdə namərd bir addım budur. O insanları çörəklə imtahana çəkmək, bəli. Bugün Azərbaycanda elə bir şərait yaradılıb, xüsusilə müəllim həkim sinfinə ki, bunlar səhər evdən çıxanda bir şey fikirləşir, axşam balama yeməyə nə gətirəcək? Ona görə ki, müəllim o işini itirdi, balasını itirdi eynidir. Başqa bir şey, məsələn deyək, Qurban bəyin həbsi dövrü mən vəkillik eləmişəm. İkinci bir hesab edirəm ki, əxlaqsız bu hakimiyyətin addımı nədir? Qurban bəyi türməyə salıb, Qurban bəyin çevrəsində olanların hər birini çörəkdən məhrum etmək ki, buna kömək edə bilməsinlər. Ailəsi az qalsın, uşaqları az qalsın, sınağa çəksin. Və o müəllimlərin bu yol getməyinin birinci səbəbi odur. Ümumiyyətlə, bu millətin bu zəlil günə düşməyinin səbəbi odur. Biz zəlil günə düşməyimizi hələ ola bilsin çoxları dərk eləmir. Hakimiyyətdə olanlar da dərk eləmir. Həqqi mənada sizə deyir, bugün hakimiyyətdə olub, milyonlar talayıb, çox xəstədir, çoxu qəsrlər, tikənlər qədər bədbəxt adam yoxdur. Mən özüm, Qurban bəy, əminəm ki, 10 dəfə, 100 dəfə, 1000 dəfə onlardan xoşbəxtdik. Niyə? Biz səhər çörəyimizi yeyirik, qaçırıq işə, əziyyətlə, zülümlə, bir qazanıb balamıza yemək pulu gətiririk, rahat yatırıq. Amma bugün Azərbaycanın tam yuxarıdan tutmuş aşağı məmuruna qədər hər gecə başını yastığa qoyanda bir fikir gözünün önünə gəlir. Onun sabah var devlətini əlindən alıb, onu məhv edəcəklər ya yox. Və başqa bir şey var. Yaşanmış təcrübədir, gözlərinin qabağında olub dəfələr. Bəzi məmurlar mən özləri etiraf edirlər. Mən ərzə yazıb gedərdim də. Amma mən bilirəm ki, belə buraxmazlar. Yəni, gedirsənsə də sənə nə vaxt deyəcəklər, gedə bilərsən. Yoxsa sən bu üzr istəyəm ifadəyə görə katyoldan yeyib, indi çəkilmək istəyirsən, yox. Və mən çəkinmədən indi deyirəm onu, mən həqiqətən deyirəm ki, bugün Azərbaycan idarəçilik sisteminin dünyanın heç bir yerində, heç bir qanuna uyğunluğu yoxdur. Bu başqa bir şeylə idarə olunur. Qanunlar var, amma tətbiqi yoxdur. İcazə verin, bu aslında mənim... Bəli, fikrinizi, mən suallarımı verə bilmirəm. Məsələyə obrazlı misal deyəcəm. Kimlər seçilir parlamentə və niyə seçilmir bəziləri? Dedik, xarakteristikasına baxılır. Bir nəfər adını deməyəcəm, məşhur adamdır. 2005-də seçilmişdi, 2000-də seçilmişdi, 2005-də bu seçilmədi. Soruşdum ki, filan kəs niyə seçilmədi? Məndən çox yaşlıydı o. Dedi, oğlum, siz cavansınız, bilmirsiniz, necə seçirlər? Dedim, necə seçirlər? Dedi, bulan kompüteri var. Qoşurlar adamın qeyrət damarına, namus damarına, ləyaqət damarına, mərdlik, cəsarət, kişilik, nəmdən damarına. Baxırlar ki, 100% binamusdur, 100% ləyaqət, 100% bilir və vəzifə qoyurlar, deputat edirlər. Dedim, başa tutmadım, və sonunda necə oldu? Dedim, mən də ki, normal idi, mən də 100% idim. Amma günlərin bir günü, deməli, deputatlığımın 3-cü ili, bir gün tutdum tribunə, demədim ki, filan zümrə pis yaşayır. Demədim ki, rüşvətxor ölkəni, demədim. Dedim, yoldaşlar, 200% filan kəslərin əməkini qaldırsaq, yaxşı olar. Dərhal olan komitərində şkala vurmağa başladı ki, ayılır və məni qoymazlar növbəti seçkiyə. Məsələ nədir? Azərbaycanda parlament necə formalaşdırılır, vəzifələrə kimlər, bu bəllidir bunlar. Hamısı bunun vaxtı mən dəyməz. Amma sizin dediyiniz fikrə mən qəti etiraz eləmək istəyirəm. Və hesab edirəm, istənilən bir millət bu argumentlə yaşayacaqsa, o ölməli millətdir. Yaşamaq haqqı yoxdur. Və dedi, şərait. Mənim qardaşım da əsaslandırmağa çalışır ki,
adamlar törəyin imtihanı çəkirlər. Bəli, imtihanı çəkir törəydə. Bəli, adamı döyürlər, öldürürlər, həbs eləyirlər. Necə olmalıdır ki? Amma biz bunların nəzərə alaq. Təsəvvür edin ki, mən də, Aslan İsmailov da, işsiz qalaram, arvadım mərsiz qalar, uşağım dədəsiz qalar, maaşsız qalaram, tutarlar, döyərlər, belə fikirləşirik. Bugün burada kim oturub bu sözü deməlidir? Bəli. Mən yenə ad çəkməyəcəm, bir çox məşhur şairimiz var. Bir dəfə onu məcbur elədilər ki, çıxsın, İlham Əliyevi təbrik eləsin. Seçilməyinə geçmişsiniz. Dedim, mən eləmirəm. Nə qədər edilər, qardaşından çıxartdılar, qomdan çıxartdılar, atla kəsdilər. Axırda bir dedim mənə, dedim, niyə belə eysən sən? Sənə bütün tayfəldən getdi. Dedi, bir sənə var, Azərbaycanda mən demirəm ki, mən çox işğal adamam, nəyəm? Amma bugün Kəlbəcərin dağında, Şahbuzun dərəsində, Leykin Nəvhansı dağ zirvəsində bir uşaq doğulmaqdadır. O gözün açıb hər yeri zülmət görməli deyil. Bəlkə də bu millətin taleyi o körpənin əllərindədir. Yaxşı, Aslan İsmailov da qorxsun, mən də qorxum deyim. Mənə döyürlər, işsiz qoyurlar, nə edirlər? Çəkilək, əyilək, deyilənə eləyək, sataq milləti. Başa düşmədim. Əslində Aslan mənim çox gözəl bir fikir işlətdi. Mən də onu bir yazılar, köşə yazılarımdan birində qeyd eləmişdim. Həmin o 1% var ha ki, ziyalılar bütün yük üzərinə götürməlidirlər. O 1% mənə elə gəlir ki, yetərincə öz işini görürlər. Kumilyova görə, pasionalizm nəzəriyyət, o 5-10% olsa bir millətin arasında aparacaq, süperdir. Aydınlar deyirlər kişilər olaraq. Bizim kimdə aydınımız? Mən 95-ci ildə qalib gəlmişəm Nəsimi seçki dairəsindən. Mənim mandatımı Yusuf Səmədoğlu'nun oğluna peşiş eləyiblər. 2005-ci ildə qalib gəlmişəm Nizami dairəsindən, 24-cü dairədən. Veriblər, Hüseyin Abdülev vardı. Bəli. Musiqiçi. Bəstəkar. Bəli. Sonra yazın başını oynaşdılar. Dedilər ona. Hansı ziyalının söhbət edə bilər ki, bu gündən bu ziyalı şərəfsizcəsinə bilir ki, ona verilən mandat Asasiyonun mandatıdır. O ziyalı deyil, Qurban bəy. Bu dünyada qəbul olmuş idi. Ziyalı tərəfkeşi olmamalıdır. Ziyalı siyasi məsuliyyətini tərəfə qoymalıdır. İctimaiyyətin tərəfində olmalıdır. Allah Əkrəm Məlisinin canını sağ eləsin. Daş Yuxular əsərində gözəl bir söz yazıbdı ki, ölkənin birinci adamı, təbii ki, Heydər Əliyev Tuğrəzərdə oldu. Ona görə o daş yuxulara hücumlar elə başladı ki, ay erməni satıb nə edib? Dövlətin mənzilini ziyalılara payla onların ləyaqətini tapdalayırdı. Millətinə qarşı mənəvi genatı da getirirdi. Bunu eləyib ölkənin başçısı. O ziyalını ziyalıqdan alıb əlinə onun maddiyyətə bağlayıb, qarnının başına bağlaya. Əl turası kimi üz istəyirəm sizdən, onu idarə eləyibdi. O ziyalı deyil. Bugün Azərbaycan parlamentdə oturan, özünü ziyalı etmə adam, ziyalı ola bilməz. Çünki o bilir ki, saxta parlamentdə buna peşkiş eləyiblər, barmaq qaldırmaq üçün orada. Bir tane baxın siz Amerikanın senatına, kongresdə, görün neçə faciə quşunazdır. Mən başa düşürüm, qanunları Aslan İsmailov Qurban yazmalıdır, yoxsa hansı iş adamı biznesmen yazmalıdır, şair yazmalıdır. Orada başa düşmədim, tərəfələ yeridi, atışxanada ora, şairxanada ora, başa düşmədim, yazıxana, nə xanada ora ki, yığışırlar ora, mənə qanun yazırlar, yazdığı qanun naqiz. Elə bir ki, 6 aylı uşaq, 5 aylı uşaq kimi sağlıbdır. Olar mı öyle bir şey? Düzdür, razıyım sizdən. Mən parlamentlə bağlı ümumiyyətlə danışmaq istəyirəm. Ona görə ki, bu parlament qanunsuzdur. Mən onu 2010-da elan elədim. Bugün də, bundan sonra da daimi deyəcəm ki, tam qanunsuzdur. Ona görə ki, əvvəlki parlamentlərdə onda da, yəni Azərbaycanda bütün parlamentlər saxta formalaşır. Yadınızdadırsa da, indi Allah qapısını açsın, Nemət Pənahlı hələ o vaxt parlamentdən əvvəl bəlli oldu ki, formalaşır. Amma onda bir fark var idi. Onda da azacıq olsa da bir ədalət var idi. O da nədən ibarət idi? Onsuz da özləri buraxırdı, amma seçirdilər ki, bu rayondan kimin bir balaca nüfuzu var. Bəli. İndi əksinə. İndi siz təsəvvür edirsiniz ki, Fəzail Ağamalı Salyandan seçilə bilər. Siz təsəvvür edirsiniz ki, mübariz Qurbanlıya, deyək, səhv etmirəmsə, Şəmkir zonasında 50 adam səs verər, yaxud Zahid Oruca 30 adam səs verər, Siyavuş Novruzova səs verir. Siz bunu yəni inana bilərsiniz. Bunun artıq əhali dinam, sadə vətəndaş başqa, deyək, parlament dışarında bəllidir. Parlament dışarında da bu günləri belə bil Azərbaycanda iki qrup məmur sinifi var. Mən xırdalamayacağam. Nədən ibarətdir bunlar? Prezident deyir ki, birinə, get Aslan İsmailovun başını gətir. Gedir Aslan İsmailovun saçını gətir.
Həmin o məmur, bu Başın gəlsin. Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, bu tiplər. Bunların dəstəsi. Bu gedir saç əvəzində dərhal vurur başını gətirir. O prezident deyir ki, o gedir saçı gətirir. Kökündən həll edir problemi. Bir dəqiqə deyir ki, bax, cənab prezident, buyurun. Var ikinci qrup. Prezident deyir ki, mənə qurbanın başını gətirin. Çox az bir qism var ki, prezidentə də yox, ondan aşağısı. Ona görə ki, prezident heç kim yox demir. Nə başsız, düzsüz, dahisiz, əstəğfurullah, Allahsız. Ondan aşağı deyək təbəqədə deyirlər Qurban bəyin başını gətirin. İcra eləyən deyir, üzr istəyirəm Ramiz mənim, Qurban bəyin başı nə üçün lazım? Deyir, onun saçı xoşməlidir. Deyir, bəlkə saçını gedir, kəsb gətirəm. Bax, az bir qism budur. Həmin o şkala, vicdan şkalası biraz orada zaşkalıyıq. O qismin içində indi Onu da aslında arzusun deyir, ha? Elə ziyanı yox da Azərbaycanda. Yox, ziyanı məsələ. Bir eləsi olsun, buna deyir ki, bəlkə şimdi qana düzünə gələ. Eləsi yox. Ziyanlıqla bağlı Qurban bəy dediyinə mən qismən razılaşıram. Niyə? Ona görə ki, o ziyanlar institutunun formalaşması Azərbaycan üçün deyil. Stalinin ilk SSR-də atdığı addım və hakimiyyəti saxlamağında uzun müddətli ömürlü olması Stalinin ələ baxan, sözə baxan, qarnı üçün və yaxşı şəraiti üçün yaşamaq istəyən ziyalılar sinifinin formalaşdırmasıydı. Bugün Azərbaycan ziyalılar sinifi də onların törəmələridir, onların davamçıları və bugünkü hakimiyyət də o cür eləyir. 90-cı illər Qurban bəyin aktiv olduğu həmin o xalq hərəkatı, indi Qurban bəy bəndən yaxşı bilər, bütün dünyada Pribaltikadan da üstün idi. Gücünə, təsirinə, həmin o Azərbaycan xalqının adamı oldu. Amma niyə məsələn bu günlərin Pribaltika deyək Avropa İttifaqındadır, Avropa Şurası demirəm, Avropa İttifaqında inkişaf etmiş ölkədir, Azərbaycan yox. Niyə? Ona görə ki, o dövr ziyalılar hansılar ki, deyək, savadlı, bilikli, mütaliəli adamlar, ictimai proseslərə az çox başa düşən adamlar qabağa düşməli idi. Onlar hər biri kreslosunu itirməmək üçün bəlli deyil. Onlar olmaz. Yəni dövlət... Deməli, ziyalı deyil də bu. Ziyalı deyil. Yəni bu formalaşdırılmış bir ziyalı sinifiydi. Necə indi formalaşdırılmış ziyalı sinifi, kinematografçılar, nəmin, sənət adamlarını da özür formalaşdırırlar. Bilirsiniz, bu günlərin mənim üçün, deyək, heç o bəyənmədiyimiz keçmişə nəzər salsa Qurban bəy. Mən iki şey deyim də sizə. Xalq artisti Sara Qədimova, Şövkət Ələşfərova. Bugün xalq artisti Aygün Kazımova, Brilliant Dadaşov. Hər rejimin özündən əxlaqına uyğunda xalq artisti olmalı. Onunla bağlı ziyalılar sinifindən buraxdıq. Ona görə ki, Azərbaycanın böyüklərim, ziyalılar forumu, odur, budur. Mən inanmıram ona. Mənim inandığım bugün Azərbaycanda və inanıram ki, Azərbaycan dəyişəcək. İnanırsınız buna? %100 inanıram. Nə vaxt dəyişəcək? Yaxın bir müddətdə. İnşallah. Və bu dəyişikliyi nə ziyalılar eləyəcək, nə bugünkü müxalifət eləyəcək, nə Aslan Qurban eləyəcək, nə bizim həmyaşıtlarımız eləyəcək. Biz keçmişik. Dəyişikliyi gənclik eləyəcək. Ona görə ki, biz bir şey bacarsaq, bu cür yırtıcı deyək, icra hakimiyyəti, saxta parlament formalaşdırmazıq. Bizim də suçumuz var. İndi biz çalışmışıq, çabalamışıq, amma bizim nəsil də oradadır. Bu gələcək bu günlərin mənim müdafiə etdiyim Zaur Qurbanlı, Rəşad, Rəşadət və digərləri mən dəyişməliyəm bu vəziyyətdə. O davar uşaqların bir dəqiqə Qurban bəy, mən gələcəm o mənə, xahiş edirəm, tələsməyin. Məhz onlar dəyişəcəkdir və onlar Azərbaycana yenilik gətirəcək. Bu mümkünsüzdür. Bu günlərin deyək, Azərbaycan hakimiyyəti 9 milyonun böyrünə 9 milyon Ramil Usubovun polisini, Səfər Əbiyevin əskərini qoya bilməz. Yoxdur. O gənclərə də o cür təsir etmək mümkündür. Gənclərin bəzilərinin türmədən yazdıqlarını görsün. Mən Zaur Qurbanlığı müdafiə eləmişəm. Mən istəmişəm ona ki, Zaur indi həbsdir, biraz dözümlü. O mənə o cür ideyalar deyir ki, o cür ruh yüksəkliyi ilə danışır ki, mən artıq bildim ki, bunlar deyir denən deyil. Çox işıqlı oğlanır. Ondan başqa, mən həbs olunanda, bizə də Qurban bəy. Bizim də dövrümüzdə elə adamlar var idi. Nə oldu, nə dəyişmədi? Üzr istəyirəm. İndi dediyim nədir? Bax, Qurban bəylə bizim
rolumuz nədədir burada və əhəmiyyətlidir. Biz deyəndə ən azı biz yaşlıların, Azərbaycan xalqına bizlər gedib meydana döyülmürük, tutulmuruq, həbsdə yatmırıq. Amma həmin o döyülən, həbsdə yatan, tutulanlara biz kimi bacarır mənəvi dayaq olar, Bəli, arxa olmaq kimi lazım. bacarır maddi Bəli. dayaq olur, kimi nə ilə dayaq olur. O türməyə gedən gənc bilir ki, onun atasına az qalmayacaq. Körpə uşağı az Bəli, qalmayacaq. qorxmamalıdır, O çəkinməməlidir. biləcək onu. Onsuz da bu gün eləyirlər. İndiyə qədər Amma həbsdən çıxanda o iki islalardan istifadə elədilər. Çıxandan sonra bəzi insanlar həbsdən çıxandan sonra mövqelərini dəyişdilər. Ha. Nə ilə sındırıblarsa onların qabağını almaq lazımdır. Ki istifadə olunmasın eyni metodla. Amma yenə deyirəm, həmin o gənclik işini görəcək. Bunu tezləşdirmək üçün isə bu cür olmalıdır. Bu Azərbaycan vətəndaşı gözləməməlidir ki, hansısa bir balaca zümrə gələcək. Ya hansısa məni ən çox dəhşətə gətirən, bəzən deyirlər ki, filan kəs prezident olsa nə olur? Bu xünyaya uymaq lazım deyil. Yəni bir nəfər ağatlı olan Azərbaycanı düzəldən deyil, ona inanmayın. Ona görə elə bir cəmiyyət gəlməlidir ki, bütün seçkilər ədalətli olsun. Və bu günləri mən vəziyyətdən istifadə edib, həm hakimiyyətə müraciət edirəm. Elə Azərbaycan xalqının şərəfi, ləyaqəti, gələcəyi olan gəncləri sındırmayın. Ona görə ki, həmin siz hakimiyyətin gələcək təhlükəli məqamlarınızda sizi məhz o gənclik, o mərd gənclik müdafiə edəcək. İrəlidən olanlar, inandırıram sizi, sizin hər bir hakimiyyət təmsilçisinin haqqında ifadə verməyə, oğurluğunu sübut etməyə növbəyə duracaqdır. Ona görə siz bu Azərbaycan gəncliyini sındırmayın və buna dayaq durun. Bundan da böyük əxlaqsızlıq ola bilməz. Və xalq olaraq da mən hamıya müraciət edirəm. Siz Azərbaycan gəncliyinə heç nəyindən əli gəlməyən, yəni heç nə bacarmayan Zahir Qurbanlının anası Səkinə xanımı görəndə bir desin ki, Səkinə xanım, təşəkkür edirəm, belə oğul böyüdübsüz. Atasız arada desinlər. Bu şeylər kimin gözləyirsiniz siz? Bütün xalqa. Yox, rejim Əvvəl hakimiyyət, sonra dedi xalqa müraciət edir. Mən rejimi dedim, keçdim xalqa. Çılpaq qayalardan sən vursan kişi. Yox, dedi ki, xalqa müraciət edir. Xalqa düşdüm, rejimdən bu şeyə gözləmə. Onlar eşitmir bizi, onlar eşitmir, qəbul eləmir. 2010-cu ildə mən rejimin üstündən xət çəkmişəm, 2010-dan və heç el gözləmirəm. Məni bu günlərim bəzi hallarda ehtiyatlı. İnanırdı, ağlı başı inanırdı. 2010'a kadar. İlham Əliyevə elə inanırdı ki, seçkin düz aparacaqdı. Mən inandıra bilmədim qardaşım, can yoldaş, ayasına qardaşım, eləmə, getmə bu seçkiyə. Mən Amma inanırdı, çox inanırdı. Ən azından mən məntiqə inanırdım. Ki, məntiq ondan xəbər verir ki... Mən sizin İlham Əliyevə olan inanımın sarsılmasına sevinirəm, şadam ki... Razıyam. Bir də böyle bir ziyalı ahır başım bildi ki, İlham Əliyev bu xalqa rəhbər edir. Ben 2010-cu ildə onu elan elədim. 2010'da onu elan elədim. Amma indi dediyim nədir ki, bu günlərim həmin o gənclik yoxdur. Sıradan hər bir Azərbaycan vətəndaşı əlini, mən Zahir Qurbanlının dedim. Rəşad var, Rəşadət var, digərləri var. Bəli, hamısı. Onların hər birinin qapı, qonşu, qohum, hər biri gəlib deməməlidir ki, mən bilirəm nə eləyirlər. Sənin balan niyə bu yola düşdü? Vallahi, nəyə lazım? Başa düşmürlər ki, bu çox şərəfli bir yoldur. Şərəfli bir yolda bu oğurluq eləmir, nəşə çəkmir, başqa əxlaqsızlıqla məşğul olmur. Bu millətin şərəfi yolunda orada yatır. Və onu qoruması, yenə deyirəm, ən azı mənəvi tərəfdən bu 9 milyon Azərbaycan xalqının şərəf məsələsidir. Təşəkkür edirəm. Buyurun, nəsə önəmli bir şey. Əvvəla mən də sevə deyirəm ki, bu hərəkətə girən, istənən adam öz şəxsi əqidəsinə, mövqeyinə görə girib bu oyuna, bu prosesə. Ona görə də heç kəsə olmamalı aslında baxsa. Təbii aslında mənim dediklərim çox böyük problemlərdir, arzulardır, mən də istəyirəm o xalq dəstəkləsin, amma həbs olunanlardan heç biri var, arxamda gəlmədilər deyə sınıb, umub, küsüb eləməməlidir. Yəni biz anamızın, bacımızın namusu uğrunda bəlkə mənə deyilsən, bəlkə mənədir. Adam sonra bilməlidir ki, oradakı gələsi deyil. Niyə sən anamın, bacımın namusu uğrunda döyüşürsən, mən sənə kömək eləməliyim? Niyə sən törə getməliyəm? Niyə sən alo pul verməliyəm? Versə məli olar, gözəl olar, bunu eləməliyik, amma şəxsiyyət bunu dərk eləməlidir ki, o öz əqidəsi uğrunda gedir döyüşməyə. Mən başqa şey demək istəyirəm. Niyə biz beləyik?
biz bunun səbəbini tapmasaq, diaqnoz qoyulmasaq, mühafizə edə bilməyəcəyik. Mən o birinci dəfə həbs olunanda 90-cı ildə bilməm, Sovetşənin Sekret jurnalında, harada belə bir Sovetska Rossiya qəzeti vardı o vaxtı. Orada Sovetşənin Sekret adı bir məlumat mən götürmüşdüm. 0045 sayılı bir təlimat idi. Onun 45 bəndi var idi. O təlimat tapılmışdı, balistə belə durub Polşanın prezidenti, 2-ci Dünya müharibəsindən sonra onun kabinetindən, seyfdən çıxmışdı. O 45 bəndi Almana da, İngilizcə də, Yapona da tətbiq eləsən, o millət bizim kimi manqurt olar, onun başı yolu yoxdur. Deməli, nədir? Orada bir çox şeylər var, mən vacibi deyəcəyim. Bir bənd belədir ki, orada, bizim qoyduğumuz kadrlar cinayət etsələr də, xalqın tələbi ilə onların məsuliyyətə cəlb eləmək olmaz. Əksinə, xalq tələb elədiksə, onu daha böyük vəziyyətə irəli çəkməli. Bu mümkün olmadıqda, paralel eyni səviyyəli vəzifə keçirilməli. Bu da mümkün olmadıqda, rezerv kadra keçirilməli, nə bayda cəzalandırmamalı, nöqtə, niyyəsi yazmır. Bir anlıq gəldir, təbii, bunu tətbiq edirik. Lənkəranlar yazırlar katibdən, rayon raykomdan, Hidəlin vaxtında. Bu adamı gətirirlər, qoyurlar Mərkəz Komitə katib. Naxçıvanlar şikayət ilə Afkomun katibindən, bunu gətirib qoyurlar Mərkəz Komitə katib. Və bütün Respublika Belediyəsinə STR-in vaxtı bu belə idarə olunur. Sən demə, bu proses təkrarlanan bir uzun müddət təkrarlanan sonra insanlarda öz gücünə inamsızlıq yaranır, pasitivlik yaranır. Həmin indiki bu vəziyyət yaranır. Millət üçün bu vəziyyətə. İradə zəifliyi. Deməli, uzun illərdir MK-nin, köhnə KGB-nin təlimatları ilə indi də həmin təlimata tətbiq olunur, fikir verir. İsmail cəmaatı qalxır, tələb edir. Tələb icra olunmur. Qəti eləmək olmaz. Xalqın tələbi ilə niyə bunlar xalqda belə qorxurlar, qoymurlar görəsizsin? Niyə bunlar cümə namazlarını mane olurlar? Niyə? Niyə mənim din qardaşlarımın yığılmasına mane olurlar? Bolşeviklər də gələndə, Hitler də o sözdə gələndə ilk iki dənə tarixləri vardı. Bir, adamların toplanmasına mane olmaq. İki, əxlaqsızlığı yayma. Azad məhəbbət adı altında. Duyarır? Hitler gələndə demişdi ki, Alman qadını kimlə doğsa ki, doğsun. İndi də fahişəliyin legallaşdırılmasını təklif edirlər. Eyni sistem gedir. Bütün Kaliguladan başlamış belə, yadınız gəlir, bizdə Azərbaycanda 93-dən sonra nə qəzetlər çıxırdı, nə də parnoqavçonlar verirlər televizorlarda, yadınız gəlir? Niyə? Bu bir siyasətdir. Bütün diktaturalar bərkənə qədər özlərinin gənclik enerjisini belə axmaq şeylərə yönəldirlər. Elə ki, özlərini bərkitdilər, ondan sonra bir dənə əmrdən edilir, oxumanı ləğv elədi, ələncanlar elədi və zəq qutardı, başladı normal qəzetə çıxmağa. Amma Hitler'də belirlenmişdi, Kaligula'da belirlenmişdi, Hitler'də, Hidəliyevdə. Və indəki davam edir. Söhbət edən gedir. Biz millət olaraq başa düşməliyik ki, bizim başqa vətənimiz yoxdur. Bizim arvadımızla, qızlarımızın, övladlarımızın namusunu qorumaq bizim şəxsi vəzifəmizdir və biz kişilərlə verib gözləməməliyik ki, kimsə ağatlı olan gələcək, adı müxalifət onu deyəcək. Gəlib bizi xilas edəcək və mənə çörək verəcək. Belə bir şey yoxdur. Azərbaycan müxalifəti səndən məndən asıldı. Adi bir misal deyəcək, bunu gətirmişəm. Aslan bəy bilir, söhbət edən gedir. Forma bir deyilən arayış var. Aslan bəy onun dövlət rüsumu nə qədərdir? 10 manat. Deməli, dövlət rüsumu haqqında qanunu 26.6-cı maddəsinə əsaslar 10 manatdır. Ay Azərbaycan xalqı, xahiş edirəm qoşudan soruşun, qohumlardan soruşun, bu günə qədər reis xidmətindən forma və nə qədər pul vermişsiniz? 10 manat, üstə gəl, 34 manat və yuxarı. Oxuyuram. Bunu gətirmişəm, artıq Ali Məhkəmə təsdiqləyibdir. Qoy Azərbaycan xalqı bilsin və burada da müraciət edə İlham Əliyevə, cənab prezidentimizə ki, artıq məqamdır, prezident göstəriş verməlidir ki, cəmaatdan uğurlanan milyonlu geri qaytarılmalıdır. Deməli, bu Apellyasiya Məhkəməsinin, 2 saylı İşlər Məhkəməsinin qərarıdır. Yazıbdır ki, 34 manat məbləğində pulun alınması ilə bağlı, yəni 10 manatdan artıq ortada alıblar, cavabdehlərdən pul alınması qanunsuz hesab edilsin. Mən buna qədər 2 dənə qətləmə çıxartmışım beləniz. Bir Əzbəyə Məhkəməsində, bir də Nəmərə Məhkəməsində. Bu gündə bu reisli xidməti gecə cəmaatdan qəbz verməklə 10 manatdan artıq pullar alır. Minimum 44-dən başlayır, 100, 200, 500 alırlar. Yəni demək istəyirəm ki, ay mənim əziz millətim, bu dövlət sizin gözünüzün içine baxa-baxa, sizin cibuza girir, oğurluq edir. Bunun qarşısını almalıyıq. Mən hüquqşünasam, Aslan bəy hüquqşünasdır, biz belə mübarizə bağırıq. Məhkəmə yolu ilə. Bu ən elementar məsələlərdən biridir. Daha böyük cimcirliklər var. Mən sizə bir şey deyim. Çox adam bəzən fikirləşir ki, bunun nə mənası var?
Qurban müəllim, mən 1 manata iddia qaldırmışam. Siz heç bu deyəcək işi tərcümə Amma əslində çox böyük əhəmiyyət var. Hər kəs Aeroporta olduğu gedəndə, yerdə mübarizə aparsa, qulaq asın. Hava limanına girəndə o qəbz arasında neçə manatdır o? 1 manat. Bəli. O da yazılıbdır ki, 1 saatdan 2 saata 1 manat, 2 saatdan düzdürmü? Mən girmişəm, girən kimi pulu salmışam ki, xəstə aşırım, gedişməyim sonra. Çıxanda 40 dəqiqədə çıxıram, hani buraxmırlar, niyə buraxmırsınız? Deyir, oxuda yazıbdır ki, 20 dəqiqə ərzində çıxmalısın. Deyirəm, axı yazıb 2 saat 1 manatdır, mən heç 1 saat olmamışam. Mən o 1 manata görə verdim məhkəməyə. Və mən burada demək üçün borc bilirəm, bu Silkway şirkəti var, xidmət edir ora. Mən ilk dəfə Azərbaycan tarixində bir firmanın dövlətçilik baxımından necə düzgün addım atdığını şahid oldum və artıq görevli sulh ortalıqdadır. Gəldi hüquqşünaslar məhkəmədə uzun mübahisələrdən sonra başa düşdülər ki, səhv ediblər. Etiraf elədilər ki, bizdə burada texnologiya düzgün qurulmayıbdır və o blankın üstündə söz düz yazılmayıbdır, gedin oxuyun. Düzəldiblər. İndi bunu mən eləməyim, aslan eləməz. Kim eləsin? Bir hüquqşünat belə aparır mübarizəni. Müəllim zəhmət çəkir, dərs edir sinifdə. Adamın namusu olar, əxlaqı olar ki, aldığın maaşa görə maaş çox dəxli yoxdur. Az işləmə. Get mənim uşağımın dərsindir. Həkim, get xəstə adam müracibi müalicə elə. Ay vətəndaş. müalicə eləyə bilmir, pulla qutarıb. İşləmə, getmə. Biz yeganə millədik ki, ana, oğlunu göndərmir əsgərlər ki, qoy mənə erməni gəlib girov götürsün. Belə bir millət var mı yer üzündə? Təsəvvür edirsiniz? Ona görə ki, oğlunu öldürürlər orada da. Mən apaletli eləmək zorundayım. Siz elə şeylər deyirsiniz ki. Bu vətən, bu dövlət kasıbındır. Başa düşün bunu. Amma dövlətin niyyəti deyil. Bunların vətəni aslan mədədi ciblərində bir də şeylər var, bank sənədləri var, getdi rəstana. Mənlə Astahara qaçacağıq. Bizim yerimiz yox getməyə. Bu vətən mənimkidir. Mən bu vətəni xilas edəcəyəm. Özdə saxlamayacaq inşallah gələcək nəsillərə. Bu il Azərbaycanda dəyişik olacaq, mütləq olacaq. İnşallah. Xalq qalxsın ayağa, Əli Kərimin başçılığı altında bu vəziyyətini dəyişdirək, düzəldək. Ondan sonra mən ne deyim Əli Kərimdə? Çünki bu günləri real güc Əli Kərimin əlində. Amma siz də bayaq dediniz, qəbul ediniz ki, ziyalı siyasi tərəf tutmamalıdır. Amma artıq siz siyasi tərəf deyirsiniz. Mən demədim, tutmamalıdır, mən söz deməmişim. Əksinə, mən deyirəm ki, ziyalı siyasi mövqe olmalıdır, əqidəsi olmalıdır. Sözü açıq deməlidir, necə tutmamalıdır? Qurban bəy, vaxtımız çox az qalıb. Bir mövzunu baş üstə. Çıxışınla bir kəlmə istəyirəm deyəm. Qurban bəy Silkway ilə dedi, 1 manatı düzəltdi. Amma Qurban bəy, biləsiniz ki, həmin o Silkway, Cahangir Əsgərovun şirkəti mən eşitdim, ailə yaxın şirkətdir. Azərbaycan xalqının 100 milyonlarını mənimsir. Bəli, o 100 milyonları necə qaytarsın Azərbaycan xalqı? Mən xilas elədim, 9 milyon insan hərəsi 1000 manat xilas eləsin də. Nə var ki burada? Və bir şey bilmək lazımdır, yəni yekunlaşdırır artıq. Bir sual verəcəm, son sualım kimi, siz fikrinizi deyin. Deyin. Vaxt tutardı mı? Bir 10 dəqiqənin içində tamamlamalıyıq, son sualı verim. Deməli, birliklə bağlı əsas mövzumuz biraz daha geniş yayıldı, ürəyimiz doldu təbii ki. Təəssüf ki, bizim media imkanları da yoxdur o dərəcədə ki, insanlar çıxsınlar. İnşallah normal dövlət qurulanda mən sizə söz verirəm. Sizin bu şirkətdə mən hər şəhər yaradacağım, narahat olmayın. Çox təşəkkür edirik, sağ olun. Deməli, birlik mesajları oldu vəkillər tərəfindən, ziyalılar tərəfindən, amma olmazsa, yəni həmin o müxalifətin birləşməsi olmazsa, özünüz də qəbul edərsiniz ki, xırdalıb, parçalanıb, zəifləyib müxalifət və o qarşısında olan sizin təbirincə desək, o ayrının qarşısında çox gücsüzdür. Onda necə olacaq? Yəni, çıxış yeri İlham Əliyev də 2013-cü ilin sonunda 3-cü dəfə seçildi və proses bitdi. Onda necə olacaq? Mən deyim, İlham Əliyev 3-cü dəfə namizədliyini verməklə şəxsən özünün və ailəsinin taliyini təhlükədir. Mən bunun indi bir vətəndaş kimi, bir hüquqşünas kimi deməli o borc bilirəm. İlham Əliyev namizədliyini üstünə verməklə özünün və ailəsinin və millətinin taliyini təhlükədir. Və bu günə qədər nə yığıblar, nə toplayıblar, bütün məmurlar, hamısı təhlükə edir. Nesə ki, gec deyil, ayıb durmaq lazımdır. Mən təşkil eləmişəm o barış düsturunda, xilas düsturunda, qalib qədətləri bilirsiniz. Bu günə qədər kimdən yığıb? Azərbaycan xalqı, Azərbaycan müxalifəti ona amnistiya verməyə hazırdır. Təki bundan sonra daha böyük bəlalar olmasın. Duraq burada, yığdığı tutarlı. Maliyyə amnistiyası. Hamınınki. Amma siz bayaq dediniz, 1 manatdan başlayaraq milyonların qaytarılmasından danışırız. Təbii, o başqa məsələdir. Bu siyasi, mən deyim, siyasi məsələdir. Biz amnistiya verəndən sonra, ondan sonra sentin də, qəpin də dalı etməliyik. Dövlət müzəsilə formalaşır. Amma bir şey var. Azərbaycan müxalifəti birləşməsə, Azərbaycan xalqı bu müxalifəti birləşməyə məcbur eləməsə, rejim özü dərk edib,
özünü qoruma instinktlərinə uyub, vəziyyətdən çıxış tapmasa, bu xalq çox təbii şəkildə qalxacaq, nəinki tək xalq qalxacaq. Kənarda bizi əhatə edən düşmən qüvvələrdir, bundan istifadə edəcək. Misirdə, Liviyada, Suriyada, İraqda, Əfqanistanda olan o bəla faciə sizin də başda gətiriləcək. Mən hər bir vətəndaşımıza deyirəm buradan, niyə ekranı özüm tuturam? Mən istəyirəm hər bir qadıma bu dəqiqə baxır mənim bacılarım, tutsun ərinin oğlunun yaxasından ki, dur, gel, tələb elə müxalifətdən birləşsinlər. Dur, küçüyə, bu rejimə yoxdur. Əks təqdirdə, o ana bacılarımızın taliyi dəhşətli olacaq. O müəllimlər desinlər ki, mən saxtakarlıq eləmirəm. Bəli, siz deyirsiniz, hər bir adam, Allah Sarjenisinə qəni rəhmət edəsin. Onun gözəl bir Rus xalqının müraciəti var. Gücün yoxdursa, zəifsənsə, sözünlə tənqid elə. Amma susma. Ən sonda heç olma, alqış eləmə, balam qurban olsun demə, qaçqın deyib balam qurban, Naxçıvan deyib dədəm qurban, Şamaxı deyib anam qurban, Bakı deyib nəslim qurban, hara qurbana gedirsiniz siz? Belə insan yaşıyor, bu millətdir, bu insandır, bu şəxsiyyətdir. Ona görə məsələ deyirəm ki, hər bir adam özünə cavab verməlidir. Mən təkəm bu dünyada, heç kəs yoxdur, mən ailəmin namusunu, torpağımın namusunu qorumalıyam. Biz belə yanaşsaq, mən sizə əmin edirəm ki, bu il vəziyyət dəyişəcək, mütləq. Teşekkür ederim. Suala cavabım Qurban bəyin sualı ilə, cavabı ilə təxminən eynidir. Amma hesab edirəm ki, bunu ilk növbədə bütün iqtidar dərk eləməlidir. İqtidar nümayəndələri və dönə-dönə dəfələrlə demişəm, yenə demişəm, ən azı özünü qoruma instinkti onlara deməlidir ki, bu 2013-cü il seçkiləri əvvəlki kimi eləməsinlər. Eləyəcəklərsə də mən əminəm. Kör təbii, İsmailli, Qubalı, Şəkili, Şamaxalı, Qazaxlı, Astaralı, Lerikli Azərbaycan bir xaosa yuvarlanır. Və ən böyük təhlükə də nədədir? Misirdən, Liviyadan, digərlərindən fərqli olaraq Azərbaycanda bu hakimiyyətin formalaşdırdığı milyardları toplamış bir-birinə düşmən kəsilən oliqarxlar var. Hakimiyyət elə formalaşırdı. Nazirdir, müavinlər düşmən olmalıdır. Bir sahəyə baxan deyə nazirdir, onlar düşmən olmalıdır. İndi bu düşmənlərin böyük pullarla yanaşı hər birinin öz ordusu var. Gəç, Daxili İşlər Nazirinin öz ordusu var, Sərhəd Qoşunlarının öz ordusu var, Milli Təhlükəsizlik Naziri öz ordusu var, Fövqəladə Hallar Naziri, hər birinin. Və sabah bu qatma qarışıq başlayanda həmin o ordular bir-birinə girəcəkdir. Bundan qorxsunlar. İndi Qurban bəy də dedi, bir daha təşəkkür, nə qədər yığıblar bəsdir, ona görə ki, onsuz da bunu, bu haram pulu heç kim axıra qədər yeməyir və onlar da yeməyəcək. Mən təşəkkür edirəm sizə bugün gəldiyinizə görə. Çox maraqlıydı. Və inanın mənə, çıxışlar oldu. Allah Taala mənim xalqımın arxasındadır. Mən buna qəsəmirəm. Çünki son vaxtlar namaz qıldan çoxalır, iman əhli çoxalır, Allah bizə mütləq kömək olacaqdır. Bizdən bir barədə hərəkət lazımdır. Mən buna əminəm. Təşəkkür edirəm.